Salam, xoş gördük sizi, əziz müdavimlər. MİQ imtahanına və 3-cü qrupların blok imtahanına hazırlaşanlar, hər birinizə uğurlar arzu edirəm və bugün hər iki imtahanda hər zaman istifadə olunan düşən mövzulardan biri Nəcəf bəy Vəzirovun Müsibəti Fəxrəddin əsərinin məzmunu və əsərdə əsas qeydlər, hadisələrin ardıcılığı ilə tanış olacağıq. Əsər bilirik ki, Azərbaycan ədəbiyyatında ilk faciədir və 1896-cı ildə qələmə alınmışdır. Əsər 6 məclisdən ibarətdir. Bunu da yadda saxlamaq lazımdır. Əsər 1896-cı ildə yazılıb. 6 məclisdən ibarət olan əsərin ilk məclisi Rüstəm bəyin otağında vaqe olur. Deməli, ilk məclis Rüstəm bəyin otağında vaqe olur. Onun Avropa qaydasında bəzənmiş otağı düşüncələri ilə zidd təşkil edir. Yəni, onun düşüncələri Avropa düşüncəsi deyildi. Amma otaq Avropa qaydasında bəzənmişdi. Səndəli üstə əyləşən Rüstəm bəy monoloqu ilə artıq bizə özünü tanıtdırır. İlk təəssüratı yaradır və biz onun monoloqundan artıq onun xarakterini öyrənmiş oluruq. Nə deyir? Rüstəm bəy deyir ki, indiyə qədər düşmən qabağından qaçmadığını, Allahdan başqa heç kimdən qorxmadığını söyləyir. Və Rüstəm bəyin nitqindən onu da görürük ki, o top dağıtmaz Cümşüd bəyin evini xaraba qoyub. Bunu da orada görürük. Lovğalıq etdiyinə görə Kərim xanın yurdunu tarmar eləyib, evinə od vurub. Və eyni zamanda Fəxrəddini də nə adlandırır? Ağzından südü gələn cavan adlandırır. Hətta bildirir ki, at görməmiş, əlinə tüfəng almamış bu övrət sifətli uşaqdan qorxmadığını bildirir. Yəni deyir ki, top dağıtmaz Cümşüd bəyin evini xaraba qoyan, lovğalıq etdiyinə görə Kərim xanın yurdunu tarmar edən bir adam, ağzından südü gələn Fəxrəddindən mi qorxacaq? Bax, belə bir, hətta onu övrət sifətli uşaq adlandırır, qorxmadığını bildirir. Və bilir ki, Fəxrəddin Avropada təhsil alıb gəldiyinə görə onun geyimi, səliqəsi, özünə baxımı digərlərindən fərqlənirdi. Ona görə Rüstəm bəy onu övrət sifətli adlandırırdı. Yəni, onun, necə deyərlər, geyim tərzini bəyənmirdi. Özünü isə nə adlandırırdı? Rüstəmi Zəmani adlandırırdı. Fəxrəddinin atası Heydər bəyi Dovşanla müqayisə eləyir. Dovşanla. Nə ilə? Dovşanla. Və onun etdiklərini sadalayır ki, ona nə etmişəm. Deyir ki, Heydər bəy nə elədim? Özünü öldürmüşəm, deyir, öldürtdüm. Qızı güclə oğluma gətirdim. Qızı Gülbaharı oğluna gətirdim. Qardaşlarını da bu vilayətdən itirdim. Deməli, nələr eləyib Heydər bəyə Fəxrəddin? Fəxrəddin atası Heydər bəyə Rüstəm bəy nələr eləyib? Özünü öldürdüb, qızın güclə oğluna gətirdim, qardaşlarını da vilayətdən itirdim. Nitqi arasında nökərləri Əhməd və Vəlini çağırır. Deməli, nökərləri kimdir? Əhməd, Vəli. Bir tək Fəxrəddini oğlu Rəşidin qanına layiq görür. Rəşidi də Fəxrəddin atası Heydər bəy öldürüb. Onu atası yolu göndərməsəm deyir, bu papaq mənə övrət ləçəyi. Övrət arvad deməkdir, yəni belə. Fəxrəddin girin evini xaraba qoymaq niyyətindədir Rüstəm. Rüstəm bəy yanına gələn nökərlərdən Fəxrəddinin gəlib gəlməməyini deyil, atası Heydər bəyə bənzəyib bənzəmədiyini soruşur ki, atası Heydər bəyə oxşayırmı? Əhməd, onun nökərlərindən biri Əhməd, onu görmədiklərini, lakin haqqında qəribə, alçaq burada sadə mənasında da sadə, mülayim oğlan olduğunu bildirirlər. Əlavə edirlər ki, öz rəiyyəti üçün, yəni azarxana, yəni xəstəxana və məktəbxana açıbdır. Həkim mama gətirdi və aldanmış Kəvakibdə də Yusif Şah da məktəb və xəstəxana açdırmışdı. Bunu da yadda saxlayaq inteqrasiya kimi. Rüstəm bəy Fəxrəddinin nə qədər kamallı, ağıllı olsa, ona bir o qədər xoş olduğunu bildirir. Çünki nə qədər ağıllı, nə qədər kamallı olsa, bir o qədər oğlunun qanına layiq bilir onu ki, yəni oğlunun qanını almaq istəyir.
Rüstəmin fikrincə Qəza Fəxrəddini oğlunun qanına layiq əvəz olaraq göndərib. Və Hekayət-i Misir Jordan əsərində Şəhrəbanı da Məstəli Şah haqqında eyni fikirdə idi. Yəni, bunu da yadda saxlayaq. Rüstəm bəy Vəli və Əhmədi oğlu Rəşidin yadigarı adlandırır. Kimləri? Vəlini və Əhmədi. Rəşidin, ölmüş oğlu Rəşidin yadigarları. Oğlunun öldürüldüyü gecə içdikləri andı da xatırladır. Əhməd də yuxarıda Rüstəm bəy nitqindən eşitdiyimiz övrət ləçəyi sözünü işlədir. Belə ki, Əhməd də nə deyir? Deyir ki, ağa, başımızdakı papaqdır, övrət ləçəyi deyil. Bunu kim deyir? Əhməd deyir. Can pıç olsun qeyrət yolunda. Sözlərini deyən isə Vəl olur. Deməli, Əhmədin dediyi söz nədən ibarətdir? Başımızdakı papaqdır, ağa, övrət ləçəyi deyil. Bunu Əhməd işlədir. Vəli nə deyir? Can pıç olsun qeyrət yolunda. Rüstəm bəy hər iki nökərinə halallıq verir. İkinci monoloqunda o Mahmud haqqında danışaraq qardaşının intiqamını almadığı üçün onu günahlandırır. Rəşid əlimdən getdi, ölmədim deyir. Mahmud gedəndə nə olacaq? Yəni, buradan görürük ki, Rüstəm bəyin 3 övladı var. Deməli, qızı Sadət, oğlu Rəşid və Mahmud. Rəşid Heydər bəy tərəfindən öldürülüb. Mahmudla Gülbahar isə sağdılar. Və deyir ki, Rəşid əlimdən getdi, ölmədi. Mahmud gedəndə nə olacaq? Sözlərini işlədərək dünyada qeyrətsiz ömür eləməyin boşluğundan danışır ki, qeyrətsiz ömür eləmək boşdur, yəni. Mahmud bəylə təqdim olan dialoqda Rüstəm bəy ona 2 dənə təklif verir. 2 təklif. Nədir təkliflərdən birincisi? Birincisi odur ki, Gülbaharı göndərmək düşmən qızıdır. Gülbahar da Fəxrəddinin bacısıdır, bildiyimiz kimi. Düşmən qızıdır deyə və müsibətlə gələn qızın düşmən qapısına göndərilməsi özünün böyük bir müsibət olduğuna görə. İkinci də Heydər bəyin evini tarmar eləmək, yurdunda bayquş ulatmaq. Deməli, 2 təklifi var. Gülbaharı göndərmək, bir də Heydər bəyin evini tarmar eləmək. Mahmud Gülbaharın geri döndərilməsi fikrinə qarşı çıxır. Mahmud Gülbaharı sevir, yəni istəmir ki, o geri göndərilsin. Fəxrəddin bəylə də təklifə sahib ixtiyarsınız, yəni ixtiyar sahibi sizsiniz deyir. Sahibi ixtiyarsınız desə də onun bitəqsir olduğunu bildirir. Qətl hadisəsi baş verəndə deyir, Fəxrəddin burada yox idi deyir. Yəni burada olmadığını bildirir və bunu da Mahmudun nitqindən biz görürük. Mahmud bəy atasından Allah xatirinə nahaq qan tökməyə, zülm etməyə vadar etməməsini istəyir. Yəni Mahmud artıq qan tökülməsini istəmir. Atasının yanından ayrılan Mahmud bəy belə ki, sən başlamısan, öz evində bayquş olacaq deyə oradan uzaqlaşır. Deməli, Mahmud bəyin nitqi nədir? Belə ki, sən başlamısan, öz evində bayquş olacaq. 3-cü monoloqunda Rüstəm bəy yenidən Rəşidi xatırlayır, intiqam planlarından danışır. Qaranlıq gecədə gədələri götürüb gedib evlərinə od vurmaq, çölə çıxanı gülləbaran eləmək və s. bunun monoloqunda görsənir. Bu monoloqunda Fəxrəddin bəyin evini Qars qalası ilə müqayisə edir. 2 nökərinin Cahangir bəyin, onun adını ilk burada eşidirik və yoldaşların ona kifayət etdiyini söylər. Gülbahar bu monoloqu eşidib, nalə edir. Ailəsinə xəbər göndərmək fikrinə düşür, kağız yazmaqla, ancaq necə edəcəyini bilmir. Səsə Sadət xanım gəlir. Gülbahar Sadətə müsibət yerdən göyəcən deyərək 2 ailə arasında düşmənçiliyin tarixçəsini sadalayır. Və Gülbahar burada atasının etdiklərini bir-bir deyir. Deyir ki, sənin atan mənim əmirlərimi nahaqdan diyar-ba-diyar saldı. Mənim atam sənin qardaşını öldürdü, sənin atan mənim atamı öldürdü. 3 qan deyir, siz eləmisiniz deyir, yəni sənin atan. 1 qan mənim atam. Gülbahar Fəxrəddin üçün ahvayıdır. Yəni Gülbahar qardaşı Fəxrəddin üçün ahvayıdır ki, yəni siz 3 qan siz eləmisiniz, 1 qan mənim atamda, yəni artıq yetər. Bir sözlə qız etiraz edir. Fəxrəddinin başından bir tük əksik olunca mənim 2 gözlərim kör olsun deyən Sadət Gülbahardan nə olduğunu soruşur və Gülbahar bütün eşitdiklərini ona danışır. Onun nitqindən Fəxrəddinin Almaniyadan 3 ay deyil gəlməyini
və bu müddət ərzində bacı qardaşın bir-birilə görüşə bilmədiyini də öyrənmiş oluruq. Ki, yəni bacı qardaş bu 3 ayda bir-birilə görüşməyiblər. Saadət xanım tədbir olaraq neyniyir? Hürü nənəni Fəxrəddinin yanına göndərir. Eşitdikləri xəlvət şəkildə, o eşidilənləri xəlvət şəkildə ona çatdırmasını istəyir. Fəxrəddindən təvəqqəsi bu olur ki, bu xaraba vilayətdən baş götürüb getsin. Fəxrəddinə ölənəcən bivəfalıq etməyəcəyi vədini də Hürü nənə vasitəsilə ona çatdırır. Yəni Fəxrəddini də Saadət xanım sevirdi, bir-birini sevirdilər. Hürü nənənin nitqindən Saadət xanımı Fəxrəddin bəyin 6-7 il oxutduğu məlumatını alırıq. Yəni Saadət xanımı kim oxudub 6-7 il? Fəxrəddin bəy. O Rüstəm bəyi belə bir iman rəftarda günahlandırır və ona qarğışlar tökür. Hürü nənə ona qarğışlar tökür. Səskiyə Mahmud gəlir. Hürü nənənin yenə də nə dərvişlik etdiyini soruşur. Hürü nənə Mahmud bəyin atası Rüstəm bəyi qudurmuş adlandıraraq, burada vulqarizm işlənir, xoruz kimi meydana girməkdə təqsirləndirir. Mahmud qadınlara mən ölməmişəm ki, qoca təzə müsibət gətirə bilsin deyərək onları arxayın olmalarını tapşırır. Deməli, mən ölməmişəm ki, qoca təzə müsibət gətirən fikrini kim deyir? Mahmud. Saadət xanım qardaşının sözlərinə cavab olaraq heyvan-insan müqayisəsini aparır. İnsanda məhəbbət, insaf, mürüvvət hisslərinin gərəkliyini vurğulayır. O atasının işlərini vəhşi işlər adlandırır. Birinci məclis Mahmud bəyin qadınları bağçaya aparması ilə yekunlaşır. Deməli, birinci məclis necə başladı? Rüstəm bəyin monoloqu ilə başladı. Mahmud bəyin qadınları bağçaya aparması ilə yekunlaşdı. İkinci məclis. İkinci məclis Fəxrəddin bəyin mənzilində vaqe olur. Deməli, birinci Rüstəm bəyin məclisindədir, ikinci Fəxrəddin. Fəxrəddin bəyin mənzilində vaqe olur. Onun səndəldə oturduğu, qarşısında miz üstə bir cüt şamın yandığı remarka, yəni qeyd hissəsində qeyd olunur. Fəxrəddin bəyin ilk monoloqunda onun xəyalları açılır. 3-4 il ərzində bağın mədaxilini, məktəbxana və əzarxanaya kifayət etməsi, Saadət xanımın dəst açar belində gecə-gündüz əlləşməsi, özünün də həm bağban, həm dirlikçi, həm də müəllim kimi çalışması. Deməli, burada üç sahədə çalışmağı göstərir. Yəni, özünün həm bağban kimi, həm dirlikçi kimi, həm də müəllim kimi çalışması. Qəzanın bir vəfalıq etməyəcəyi təqdirdə bu günləri görəcəyinə inanır. Fəxrəddin nökəri Hacı Muraddan həkim və molla haqqında məlumat alır. Deməli, Fəxrəddin nökəri Hacı Muraddan həkim və molla haqqında məlumat alır. Məlum olur ki, o xüsusilə övrəti mənzilindən çox razıdır. İnəyin də gəldiyini söyləyir. Hacı Murad molla haqqında uşaqlarla dərsdən sonra uşaq kimi oynayır söyləyir. Heydər Babaya Salam poemasında molla ilə analogiya yaratmaq olar və onun çox yaxşı bir insan olduğunu, çox yaxşı bir oğlan olduğunu deyir. Təhəng çubuqlarının 2 manata başa gəldiyi, mollanın o ağacları özünün bastırmağa hazırlaşdığı xəbərini də Hacı Muraddan eşidirik. Bütün işlərin yolunda getdiyinə sevinən Fəxrəddin növbəti monoloqunda bir tək Rüstəm bəylə barışmaq məsələsinin qaldığını dilə gətirir. Deməli, Fəxrəddin düşünür ki, hər şey yoluna girir, bir qalıb Rüstəm bəylə barışmaq. Çünki oldun, dəyirmançı çağır gəlsin Dənkoroğlu. Deməli, bu məsəlində Fəxrəddin çəkir və Fəxrəddin bildirir ki, vəhşi nadanlıqla cəng etməyin mümkünsüzlüyünü vurğulayır əslində burada. Fəxrəddinin anası Mələk xanım və qardaşı Şahmar bəy daxil olurlar. Mələk xanım xaricdən gələn oğluna atasının ölüm səhnəsini təsvir edərək onun son sözlərinin də Fəxrəddin olduğunu bildirir. Fəxrəddin cavabında isə nadanlıqdan şikayətlənir. Gəldiyi 3 ayda 200 adam, deməli 3 ayda Fəxrəddin gəlib artıq 200 adamın tələf edildiyini vurğulur. Yəni bir-birini vurublar bir sözlə. Və bu cür davranmaları vəhşi nadanlıq adlandırır. İnsafın, qanacağın olmadığını bildirən Fəxrəddin şəriətin göstərdiyi yolun bu olmadığını söylər. Anasına və qardaşına bu işə bir gözlə baxmamaq lazım olduğunu. Rəşid bəyin ölümünün də öz növbəsində ata və qardaşını yandırdığını bildirir. Yəni, Rəşid bəy
necə ki deyir, atamın ölümü bizi yandırır. Rəşid bəyin də ölümü Rüstəm bəygilin ailəsini yandırır. Mələk xanımın nitqindən Fəxrəddinin 5 il müddətində burada olmadığını anlayırıq. Fəxrəddin axır sözü bu olur. Mən cəllad deyiləm. Yəni anada Mələk xanım da Rüstəm kimi bir obrazdır. Yəni o da yenə qan davasına oğlunu sürükləmək istəyir. Amma oğlu nə deyir? Deyir ki, ana mən cəllad deyiləm deyir. Adam öldürəm ya öldürtdürəm. O ki qaldı saadətə, onu məndən yalnız əcəl ayıra bilər. Anası ilə Şahmar gedəndən sonra Fəxrəddinin növbəti monoloqu başlayır. O bu monoloqunda isə belə deyir. Heyf səndən gözəl şəriət. Heyif sənə, gözəl İslam. Bu sözləri də deməli, çünki oldun dəyirmançı, çağır gəlsin Dənkoroğlu. Heyif səndən gözəl şəriət, heyif səndən gözəl İslam. Eyni zamanda mən cəllad deyiləm, adam öldürəm ya öldürtdürəm. O ki qaldı saadətə, onu məndən bircə əcəl ayıra bilər. Bütün bu sözlərin müəllifi Fəxrəddindir. Hürü nənə kişi libasında daxil olur. Fəxrəddin ondan ilk soruşduğu Saadət olur. Hürü nənə olanları Fəxrəddinə danışır. O nitqində Cahangir bəyin Saadətə dəli divanə olduğunu da bildirir. Fəxrəddin və Hürü nənənin söylədiklərinə qarşılıq təşvişə düşməyə gərək olmadığını bildirir. O həmçinin Saadəti Almaniyaya aparıb, birlikdə orada qalmamaqda səhvə yol verdiyini bildirir ki, yəni kaş Saadəti aparardım Almaniyada, yəni bu cahil mühitdə, bu nadan mühitdə qalmazdı. Hürü nənə onun bura gəlməsi xəbərini heç kimə deməməsi üçün Fəxrəddini tənbihləyir. Daha sonra Saadətin burada qalmasın və gedən vaxt məni görməmiş getməsin xəbərinə çatdırır. Deməli, Saadət eyni zamanda Hürü nənəyə demişdi ki, Fəxrəddinə desin ki, burada qalmasın, yəni ona xətər yetirərlər, getsin və məni görməmiş getməsin. Hürü nənə gedəndən sonra Fəxrəddin bəy bu məclisdəki son monoloqunu söyləyir. Belə vay ellik ilə gələn vaydır. Şifahi xalq ədəbiyyatı nümunəsini səsləndirir. Günahı Rüstəm bəydə deyil. Rüstəm bəydə görmür deməli. Nədə görür? Elmsizlikdə, sənətdə geri qalmaqda. Bu, Qafqaz müsəlmanlarına xitabla da bunu eyniləşdirmək olar. Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab əsəri ilə. Yəni, elmsizlikdə, nadanlıqda, sənətdə geri qalmaqda görür. O ölümdən qorxmadığını, lakin mətləblərinə çatmamış bir girdə sifət adamın əlindən günahsız ölümü özünə rəva görmür. Deyir, əslində ölümdən qorxmuram, amma yəni, günahsız ölümü də özümə rəva bilmirəm, deyir. Bu monoloqdan sonra ikinci məclis də tamamlanır. Gəlir üçüncü məclis. Üçüncü məclis harada vaqe olur? Cahangir bəyin bağçasında. Birinci məclis oldu Rüstəm bəy, ikinci məclis Fəxrəddin, üçüncü Cahangir bəy. Bu məclisdə də öncəki iki məclis kimi yenə monoloqla başlayır. Cahangir bəy öz monoloqunda başına gələnləri. Mal dövrət tərac oldu, yemək yox, içmək yox, səbəbi ilə Allahı günahlandırır. O özünü Məcnuna bənzədir. Deməli, Məcnuna bənzətmə harada var? Aşıq Ələsgərin Dağlar qoşmasında var. Sonra Hüseyn Cavidin Ana piyesində də buna rast gəlinir. Çarəni Fəxrəddini aradan götürülməsində görür Cahangir. Dostu Fərhad onu suya batmış balığa bənzədir. Dostu Fərhad onu nəyə bənzədir? Suya batmış balığa. Balığa bənzətməni Aldanmış Kəvakib əsərində də Sərdar Zaman xandan da eşitmişik biz. Cahangir dostlarına onun halını anlamadıqları üçün nə deyir? Kötan nə bilir, qayış nə çəkir. Testlərdə çox istifadə olunur bu söz. Kötan nə bilir, qayış nə çəkir sözün Cahangirin sözüdür bu. Məhərrəmin təzədən nə var sualına cavab olaraq Cahangir bəy Fəxrəddinin gəldiyini, bununla da ümid yerinin kəsildiyini bildirir. Yəni Cahangir də Saadəti sevirdi. Məhərrəm ona, insan gərək dərdinə dərman axtarsın. Dərman tapa bilmədi, səbr etsin, dözsün, dözə bilməz boğazına bir çatı salsın. Zıqqıldamaqla iş aşmaz deyir. Yəni, bunları kim deyir? Məhərrəm. Məhərrəmin sözlərinə bir də baxaq. İnsan gərək dərdinə dərman axtarsın. Dərman tapa bilmədi, səbr eləsin, dözsün. Dözə bilməz, boğazına bir çatı salsın. Zıqqıldamaqla iş aşmaz deyir. Cahangir dərdinin əlacının Fəxrəddinin fot olmağı, insan qanı olduğunu söyləyir.
Məhərrəm bildirir ki, dərdinin dərmanının insan qanı olduğunu bilsəm deyil, Əzraillığı qəbul edərəm. Lakin bu dərmana inanmadığını Cahangir bəyin nəzərinə çatdırır. Fərhad Cahangirdən qızın da ona meylinin olub-olmadığını soruşanda Cahangir bəy dəfələrlə sifariş göndərməsinə baxmayaraq qız nə deyir? Qız deyir ki, mümkün deyil, məndən inciməsin. Yəni qız Fəxrəddini sevir, ona görə də qəbul etmir. Fərhad Saadətgilin evini nəyə bənzədir? Qars qalasına bənzədir. Bu bənzətməni Rüstəm bəy 1-ci məclisdə Fəxrəddin bəygilin evi üçündə demişdi. Cahangir bəydən nə etməli olduqlarını soruşur. Cahangir onlardan başqa köməyi olmadığını bildirir. Cahangir, deməli, Məhərrəm bəy də öz növbəsində həm Rüstəm bəyin, həm Fəxrəddin bəyin evini əlçatmaz qala etdiklərini söyləyərək Fəxrəddinin ölməyinin çarə olmadığını, Saadətin isə padşaha layiq qız olduğunu onun nəzərinə çatdırır ki, Saadət sənə layiq deyil, yəni padşaha layiq qızdır. Cahangir bəy yuxarıda çəkdiyi məsələ yenidən dilə gətirir. Fərhad Fəxrəddini öldürməyin elə də çətin bir iş olmadığını, Saadətin də qaçırıldıqdan sonra atılıb düşüb, axır razı olacağını bildirir. Deməli, Fəxrəddinin öldürülməyin elə də çətin olmadığını, Saadəti də yəni qaçırsaq deyir, atılıb düşəcək, sonra razı olacaq. Bu fikri kim dedi? Fərhad dedi. Məhərrəm Fərhadın dediklərini inkar edir. Cahangir bəy Fəxrəddini öldürməkdə aciz olmadığını, sadəcə Saadəti incitməkdən qorxduğunu dilə gətirir. Yəni deyir ki, Fəxrəddini öldürmək əslində çətin deyil, sadəcə Saadəti incitmək istəmir. Fərhadın təklifi ilə Fəxrəddini öldürməyə ya da qızı qaçırmağa gedirlər. Bununla da 3-cü məclis yekunlaşır. 4-cü məclis qaranlıq gecədə Fəxrəddin bəyin mənzilinin qabağında ki, bağçada vaqe olur. Məclis Şahmar bəyin nitqi ilə başlayır. Aydın olur ki, o düşmənin adamlarından birini tutub divana verməyi, Rüstəm bəy isə qarşı durmağı, bununla da ondan can qurtarmağı planlaşdırır. Yəni, burada nə aydın olur? Düşmənin adamlarından birini tutub divana verməyi, Rüstəm bəyi işə qarışdırmağı, bununla da ondan can qurtarmağı planlaşdıran kimdir? Şahmardır. Şahmar da kimdir? Fəxrəddinin qardaşı. Xəlil Hacı Rəsulun çəpəri tərəfdə adamları olmadığını bildirir və o yerdə özünün gözətçi durması təklifini irəli sürən kimdir? Xəlildir. Xəlil də Fəxrəddingilin adamıdır. Nökərlər gedəndən sonra Şahmar bəy öz monoloqunda Fəxrəddin bəy ona inanmamaqda qınayır. Çünki bu vilayətdə deyir, baş çıxarmaq asan iş deyil. Buralar deyir, Almaniya deyil, qardaş. Fəxrəddin bəy bu məclisdə əlinə tüfəng alır. Buna görə öz-özünə təəccüb edir. Onun tüfəng götürülməsinə səbəb özünü müdafiədir. Kimisə öldürmək deyil, özünü müdafiədir. Şahmar bəy gələn olarsa necə işarələcəklərini söyləyir. İt kimi hürmək, Köroğlu dastanda da var idi, nərə çəkmək, əllərini boluna çəkmək. Burada da nə idi işarə? İt kimi hürmək idi. Fəxrəddin qardaşından vəd alır ki, heç kimə güllə vurmasın. Yəni Fəxrəddin, necə deyirlər, humanist bir adamdır əslində. Fəxrəddin bəy gedəndən sonra Şahmarın monoloqundan məlum olur ki, o yalan vəd verib. Şahmar bəy bu monoloqunda həmçinin Rüstəm bəy haqqında hər nə desən çıxar o kişidən. 5 vaxt namazdan başqa sözlərini işlədir. Deməli, Şahmar nə deyir Rüstəm bəy haqqında? Hər nə desən çıxar o kişidən, 5 vaxt namazdan başqa. Şahmar gedəndən sonra Fərhad və Məhərrəm daxil olur. Fərhadın nitqindən məlum olur ki, Məhərrəm keçəldir və şeytanın ağlına gəlməyən iş onun ağlına gəlir. Məhərrəm Fəxrəddin bəyin şam işığında kitab oxuduğunu və şəkilə baxdığını görür və zənn edir ki, bu şəkildə yəqin Saadət xanımın şəklidir. Yəni, bu dəqiq deyil, sadəcə zənn edir. Fərhad Məhərrəmi tələsdirsə də ki, Fəxrəddini öldürsünlər, Məhərrəm razı olmur. Saadət xanımın ruh rəvanı izləmək istəyir ki, görsün necə oğlandır. Məhərrəm bu cür oğlanı ata bilməyəcəyini, Fərhada da bunun üçün imkan verməyəcəyini söylər. Yəni, Məhərrəm deyir ki, mən belə bir adama güllə ata bilmərəm. Fərhad Məhərrəmə şübhələndiyini bildirmək istəyəndə Məhərrəm onun sözünü yarımçıq kəsir. Bu vaxt tüfəng səsi eşidilir, Fəxrəddin şamı söndürür. Məhərrəmlə Fərhad qaçırlar. Deməli, Məhərrəm qoymadı öldürməyə. Şahmar, Hacı Murad, Xəlil.
Dialoqundan məlum olur ki, onlar kimsə öldürüblər. Hansısa digərinə düşmən tərəfindən aparıldığı aydın olur. Bununla da 4-cü məclis yekunlaşır. 5-ci məclis Saadət xanımın narahatlığı dilə gətirməsi ilə başlayır. O, Mahmudun şəhərə getməyindən, evin yiyəsiz qalmağından şübhələnir. Gülbaharın nitqindən də məlum olur ki, Mahmud gedərkən ona deyib ki, 1-2 gün şəhərdə olacaq. Hürü nənə isə qaranlıq qovuşandan sonra Rüstəm bəyin tüfəngini götürüb getməsi xəbərini verir. Səsküy eşidilir, Saadət nə söz olduğunu öyrənmək üçün çıxır. Hürü nənə və Gülbahar Rüstəm bəyin ünvanına qarğışlar yağdırırlar. Hürü nənə ilə Gülbahar. Tələsik geri qayıdan Saadət Hürü nənədən Mahmudun çıxasını, Əhmədin yapıncısını və papağını istəyir. Onun məqsədi bu paltarları Gülbahara geyindirib bu evdən göndərməkdir. Saadətin dilindən qırğın olduğu xəbərini eşidirik. Bunu Saadətə çoban deyir. Qazanxan evini yağmalaması boyunda da Qaraca çoban obrazı var və burada da xəbər verməsi məqamına rast gəlirik. Saadət Gülbaharı və Hürü nənəni yola salır. Gülbahar gedə-gedə Saadət ölüm yaxşıdır ayrılıqdan söyləyir. Bağçadan Rüstəm bəy gəlir, o Saadəti yad adam var bəhanəsi ilə içəri göndərmək istəyir ki, səsküy salmasın. Saadət Mahmudun yaralı halda gətirildiyini görüb ah-vah eləyir. Deməli, artıq Mahmud yaralıdır. Rüstəm bəy çığır-bağırla Saadətin cəmaatı bura tökməyindən narahat olur. Mahmud bəy zəif səslə bacısına verdiyi sözün olmadığını bildirir. Və Saadət xanım qardaşı üçün yastıq gətirir. O, atasını məzəmmət eləməyə başlayır. Saadət xanım növbəti dəfə yaralı qardaşı üçün qayçı gətirir. Deməli, əvvəl yastıq, sonra qayçı. Rüstəm bəy Vəlini axtarır. Əhmədin nitqindən məlum olur ki, düşmən Cahangir bəyi də, Vəlini də tutublar. Yəni, Cahangir bəy Vəli tutulub, bunu da kimin nitqindən bilir? Əhməd bəyin. Mahmud bəy can verir. Saadət qardaşından salavat çevirməyini, kəlmə-i şəhadət deməsini, ürəyinin sözünü söyləməsini istəyir. Mahmudun son sözü Gülbahar olur. O, Gülbaharın xətrinə dəyməməyi, onu incitməməyi vəsiyyət edir. Saadət qardaşına söz verir ki, ölənəcən deyir, Gülbahara güldən ağır söz deyilməsinə icazə verməyəcək. Rüstəm bəy ah-nalə edərək, ay oğul, mənim evimi yıxma, məni imansız eləmə söyləyir, yəni peşmançılıq çəkir. Əhməd də ağası üçün ağlayaraq onun elə adam vurmamaq üçün yalvardığını xatırlayır. Saadət xanım etdiklərinə görə atasını yenidən məzəmmət edir, ondan qardaşının barı quransız ölməməsini istəyir. Saadət qardaşının üzünü qibləyə çevirtdirir. Rüstəm bəy Əhmədi molla dalınca göndərmək istəsə də, Əhməd bu vaxt molla olmadığını bildirir. Eyni zamanda şəhidə Quran düşmədiyini söyləyir. Saadət xanım özü Quranı götürərək qardaşına Quran oxumaq istəyir. Bismillahirrahmanirrahim deyərək qəşş eləyib yıxılır. Rüstəm bəy öz-özünü məzəmmət edərək Mahmud haqqında mənə səndən sonra heç zat lazım deyil deyib ah-nalə edir, ağlayır, amma hər şey gecdir yəni. Əhməd ölmüş ağasına and içir ki, ondan sonra bu evə üz döndərməyəcək. İntiqamını alıb, baş götürüb gedəcək. 5-ci pərdə Əhmədin özünü ağasına qurban deməsi ilə yekunlaşır. 5-ci pərdədə Əhməd özünü ağasına, yəni Mahmud bəyə qurban deyir. 6-cı məclis Fəxrəddin bəyin mənzilinin qarşısındakı bağçada vaqe olur. Bu məclisdə ilk olaraq Əhmədin dilindən baş vermiş hadisələri eşidirik. Əhməd nə deyir? Deyir ki, Mahmud bəy də Rəşid bəy kimi getdi deyir. Vəli axırıncı yaradan dünyasını dəyişdi. Cahangir bəy yurt yuvası dağıldı, özü dustaqxanaya atıldı. Rüstəm bəyin beli büküldü. Bunlar hamısı Əhmədin nitqindən biz öyrənirik. Deməli, nələr baş verib? Mahmud bəy ölüb, Vəli də ölüb, axırıncı yaradan dünyasını dəyişib, o nökərlərdən biri. Cahangir bəyin yurt yuvası dağılıb, özü dustaqxanadadır. Rüstəm bəyin də beli bükülüb. Fəxrəddin Hacı Muradla bağçaya gəlir. O Hacı Muradla diyaloqu zamanı bir güllə bahar olmaz ifadəsini işlədir. Deməli, çünki oldun dəyirmançı çağır gəlsin Dənkoroğlu, bir güllə bahar olmaz ifadəsini Fəxrəddin işlədir. O Xəlilin yarasının necəliyini soruşur, məlum olur ki, Xəlil də atışma zamanı yaralanır.
Hacı Murad həkimi tərifləyərək Xəlilin artıq Azərxanadan çıxdığını bildirir. Fəxrəddin bəyin dilindən başqa bir Əhməd obrazının adını eşidirik. Fəxrəddin Hacı Murada ondan təhəng çubuqları almağı tapşırır. Hacı Murad gedəndən sonra qəzet oxuyan Fəxrəddinin dilinə yenə heyif sənə gözəl şəriət, heyif sənə gözəl İslam. Bu sözlər əsərdə 2 dəfə səslənir. Qəfildən tüfəng atılır, Fəxrəddin yıxılır, səsə ilk gələn Hacı Murad olur. O cəmaatı köməyə çağırır. Fəxrəddin ondan həkim çağırmasını istəyir və deyir: qəribə müsibətdir. Müsibət müsəlman, vəhşilik, elmsizlik, nadanlıq. Bəli, neyləmək qəza işidir. Səsə əli silahlı Şahmar bəy, Mələk xanım, Gülbahar, qolu boynundan asılı olan Xəlil gəlir. Hacı Murad Şahmar bəydən silah alıb, cinayət törədənin dalınca qaçaraq tüfəngi atır. Şahmar bəy həkim çağırır, Mələk xanım ah-nalə edir. Gülbahar qardaşının ayaqlarını qucaqlayır. Fəxrəddin güclə ağciyərinə dəyməsə, Fəxrəddin güllə ağciyərə dəyməsə ümidin olduğunu söylər və həkimi soruşur. Hürü nənə Mələk xanımı məzəmmət edərcəsinə dincəldinmi deyir. Fəxrəddindən çox qan gedir. Qadınlar ah-nalə edirlər. Bu dəfə Gülbahar həkimi soruşur. Fəxrəddin Şahmara vəsiyyət edir. Məktəbxana Azərxana məndən sonra tək nişanədir. Dağıtma. Saadətə hörmət eləyin. Düşməni bağışlayın. Burada ana piyesində də Hüseyn Cavidin Qanpoladın vəsiyyəti ilə analogiya yaratmaq olar. Və deməli Mahmud bəy deyir ki, Gülbaharı incitməyin. Fəxrəddin nə deyir? O da deyir ki, saadətə hörmət eləyin, düşməni bağışlayın. Məndən sonra bu xəstəxanaya, məktəbxanaya əl vurmayın, dağıtmayın. O Şahmardan Saadəti çağırmasını istəyir. Məlum olur ki, Şahmar nitqindən Saadət qonşuluqda dayısı gildədir. Fəxrəddin kəlmə-i şəhadətini deyir. Əşhədən Əllahi illallah, əşhədən Məhəmmədin Rəsulullah. Ana piyesində Qanpolad dölərkən kəlmə-i şəhadət söyləyir. Fəxrəddinlə Qanpoladı burada analogiya etmək olar. Saadət xanım daxil olub Fəxrəddinin yanında oturur. Fəxrəddin onun əlindən tutub vəsiyyətini davam etdir. Ağlama, mərdanə ol, məni təzə bağda dəfn edin. Qan tökmək kifayətdir. İkinci dəfədə tapşırır. Saadət Fəxrəddin əlindən öpərək dünyanı puç adlandırır. Bu müsibətin nadanlıqdan, elmsizlikdən gəldiyini söyləyir. Mələk xanımın ah-naləsini görən Saadət xanım Hürü nənəyə onu çölə aparmağı tapşırır. Saadət xanım Fəxrəddinə ölsəm əziyyətdən xilas olam, onu istəmirəm deyərək söz verir ki, nə qədər sağdır, ona sadiq qalacaq. Gündə 5 vaxt məzarının başına dolanacaq. Azərxanada, məktəbxanada mücavirlik edəcək. Uzun olmayan ömrü yekunlaşdığı zaman onların qəbirlərini bir etməyi vəsiyyət edəcək. Bunu da Saadət xanım deyir. İndiyə qədər həyadan Fəxrəddinin əlini belə öpməyən Saadət xanım qucaqlayıb onun üzündən öpür. Qardaşı kimi ona da Quran oxuyur. Deməli, Saadət xanım burada həm qardaşını oxuyur, həm də Quranı, həm də Mahmudu oxuyur, həm də Fəxrəddinə. Əsər Səda-i Qaybanədən gələn səslə tamamlanır. Bu səs Dəhnamə əsərində də belə bir səs var idi. Və o Səda-i Qaybanədən gələn səs nədir? Və həsr ata qoydu fələk binava səni, aləmdə dərd çəkməyə gördü rəva səni. Dünya evində olmadı bir yaxşı gün nəsib, övrətlər içrə eylədi bəxtiqarə səni. Doğrudan da çox mükəmməl yazılmış əsərdir. Sonluqda insanı kədərləndirir həqiqətən. Əsərin təhlili də qısa olaraq baxaq ki, Azərbaycan dramaturgiyasında ilk faciə hesab olunan bu əsər 1896-cı ildə qələmə alınmışdır. Piyesin mövzusu geniş, onda qoyulan problem ciddi və dramatikdir. Faciədə müəllifin tərəqqiyə, xoşbəxt həyata, ciddi mane olan cəhalət və nadanlığın ifşası ilə bağlı mütərəqqi fikirlər öz əksini tapmışdır. Nadanlıq və cəhalət harda var? Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarının xitabda da var bu məsələ. Nəcəf bəy Vəzirov nadanlıq və cəhalətlə mübarizəni azadlıq, humanizm uğrunda mübarizə hesab edirdi. Əsərin konfliktini cəhalətin hökm sürdüyü cəmiyyətdə yeni yaranmağa başlayan mütərəqqi qüvvələrlə hakim mövqe tutan mürtəci qüvvələr arasındakı kəskin ziddiyyət təşkil edir. Dramatik konflikt əsər boyu zəifləmir.
Bir-biri ilə sıx bağlı olan hadisələr tamaşaçını, oxucunu gərgin vəziyyətdə saxlayır. Müəllif əsərdə feodalizmin vaxtı ötmüş qanunlarla yaşayan cəmiyyəti islah edib dəyişmək, insanları yaramaz adətlərin əsarətindən, cəhalət buxovundan xilas etmək niyyətini ön plana çəkir. Maarifçilik ideyasını rəhbər tutan yeni bir cəmiyyət yaradılması uğrunda mübarizə, qan davası kimi zərərli ənənələrin tənqidi, humanizmin təbliği əsərdə əsas yer tutur. Qan davası kimdə var idi əsərdə? Rüstəm bəydə, Mələk xanımda, Rüstəm bəyin nökərləri Vəli Əhməddə. Humanizm isə Fəxrəddin humanist bir obraz idi burada. Rüstəm bəy surəti pyesin əvvəlində monoloqu bu obrazın düşüncələrini, həyata baxışını, xarakterini açıb bizə göstərir ki, bu necə bir adamdır. Rüstəm bəyin faciəsi əslində köhnəliyin faciəsidir. Və o görsən Mahmud bəy, Mahmudun ölümündə, oğlu Mahmudun ölümündə günahkar olduğunu anlayır. Orada deyir, məni öldürün ay cəmaat, mən bir imanı sağ qoymayın deyir. Eyni zamanda Rüstəm bəy ziddiyyətli obrazdır. Nəyə görə? Çünki oğlu qızı Sadəti Almaniyada oxudub, təhsil verib. Amma eyni zamanda qan davasının tərəfdarıdır. Və Fəxrəddin bəy də xaricdə təhsil almış, Almaniyada təhsil alıb vətənə qayıdıb, öz xərci ilə xəstəxana açıb, məktəb açdırıb, təsərrüfatı yenidən qurub, daha da genişləndirmək planlaşdırır. Lakin yəni imkan vermirlər. Və bir güllə bahar olmaz ifadəsini işlədir. Çünki oldun dəyirmancı çağır gəlsin Dənkəroğlu, heyif sənə gözəl şəriət ifadələrini də o işlədir. Sadət xanım isə dramaturgiyamızda ilk maarifçi qadın obrazıdır. Çox ağıllıdır, eyni zamanda atasının əməllərini bəyənmir, Fəxrəddini öldürmək istədiyini bildirəndə hiddətini boğa bilmir. Deyir, qardaş, biz heyvan deyilik ki, bizə insan deyirlər. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürüvvət gərək. Atamızın deyir, bir ayağı qəbirdədir, lazımdır ki, biz onun vəhşi işlərinə mane olaq. Və sonda o Fəxrəddin öləndə də təəssüf hissi yaşayır, deyir, heyif sənə Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrini bilmədilər. Və Fəxrəddin bəyin anası Mələk xanım, qardaşı Şahmar bəy cəhalətin hökm sürdüyü mühitin tipik nümayəndələridir. Fəxrəddini də qan davasına qoşmaq istəyirlər. Yəni, onlar Fəxrəddin kimi humanist obrazlar deyirlər. Və faciədə Mahmud bəy, Hürü nənə, Gülbahar xanım obrazları da öz fərdi xüsusiyyətlərindən seçilir. Əsərdə az görünmələrinə baxmayaraq oxucunun yaddaşından silinmirlər. Yüksək bədii keyfiyyətlərlə ədəbiyyat tariximizdə önəmli yer tutan bu əsər janrın tələblərinə cavab verərək Fəxrəddin bəyin cismani ölümü, lakin mənəvi qələbəsi ilə yekunlaşır. Bir daha təşəkkür edirəm. Kanala abunə olmağı, irad və təkliflərinizi bildirməyi unutmayın. Hər birinizə uğurlar arzulayıram. Ədəbiyyat həyat hekayələrini bir sözlə həyatı əks etdirir. Və mən düşünürəm ki, bu ədəbiyyat oxumaq, öyrənmək hər birimiz üçün çox dəyərlidir. Həyatı anlamaqda, insanı anlamaqda ədəbiyyat oxumaq çox önəmlidir və bu əsər də ədəbiyyatımızın ən gözəl əsərlərindən biridir. Uğurlar hər kəsə, təşəkkür edirəm bir daha.